Salam əziz dostlar, bu buraxılışda mən sizə Amerika və İsrailin birgə İranı bombalayacağından bəhs edəcəyəm. Həqiqətən də bombalayacaqmı və yaxud ona hazırlaşırmı? Məncə yox. Bilirsiniz, bu Amerika, əsasən də söhbət Amerikadan gedirsə, İsrailin indiki hakimiyyətinin İranı bombalamaq, imkan varsa elə xəritədən silmək istəyinin olduğunu bilirik. Amma məsələ Amerikadan gedir, söhbət Amerikadan gedir. İsrail yəni tək başına bunu edə bilməz. Nə ona coğrafi olaraq, nə maliyyə olaraq, nə insan resursları olaraq, nə hərbi güc olaraq imkanı yoxdur. Bunu ancaq Amerikanın əli ilə edə bilər. Amerika isə bunu istəmir. Niyə istəmir? Baxın, niyə də istəsin axı? İran bu günə qədər Amerikanın və İsrailin istəkləri üzrə hərəkət eləmiş bir ölkədir. Ay Amerika şeytandır, siyonistdir, İsrail belədir, elədir. Onlar yəni sözdə öz xalqı üçün və yaxud digər müsəlmanlar üçün deyilən sözlər idi. Reallıqda bu günə qədər İran, Amerika və İsrailin istəkləri üzrə hərəkət etmiş ölkədir. İndi də sadəcə Amerikanın və İsrailin bu gün İrandan istədiyi odur ki, nüvə proqramını dayandır. Nüvə silahı xülyasından, o macəradan əl çək. Özün bilərsən, nə edirsən elə, ölkəndə hansı sistemlə insanları idarə edirsən, necə yaşayırsınız, nə edirsiniz, özünüz bilərsiniz. Hətta xoşdur. İnanın. Sadəcə bu nüvə silahı məsələsindən əl çək, bunun icraatını dayandır. Hətta mülki təyinatlar üçün də desən, çünki onu tibbdə filan da istifadə edirsən, onun üçün belə lazımsa biz verərik, onu dayandır. Və müəyyən proksi deyirlər də, müəyyən o maliyyələşdirdiyin qruplaşmalar ki var, bu Suriyada, İraqda, nə bilim, Fələstində, Livanda, Yeməndə, bunları maliyyələşdirmək, onlarla əlaqəni kəs. Öz ölkəndə, çəkil öz ölkənə, öz coğrafiyanda nə edirsən elə bizə maraqlı deyil. Həqiqətən də belədir. Və ora ordular, hərbi gəmilərlə, təyyarədaşıyan gəmilərlə, filanlarla gəlməyi də o bir caydırıcılıq, həm caydırıcılıqdır, həm də yəni bizim dediyimi eləməsən, biz həqiqətən də bombalayarıq. Yəni Amerikada da, İsraildə də qruplar var da, yəni bəziləri nə olsa elə bu gün İran bombalansın. Amma əksəriyyət deyir ki, yəni bu günə qədər dolayı yolla bizi düşmən kimi göstərsə də, nə olsun, bizim istəklərimizə uyğun şəkildə hərəkət eləyib. Bu bütün ərəb ölkələri İran qorxusundan bizim əlimizin içindədir. İsrail elə İranın baxmayaraq ki, düşmən göstərsə də siyasəti nəticəsində böyüyüb. Bu da bizim maraqlarımıza uyğun idi. İranı biz niyə bombalayaq? Əslində necə olacaq? Yəni İran razılığa gələcəklər. Mən belə düşünürəm. O silahlar da necə gəldiyi kimi danışıqların təbii ki, nəticəsində bu məlum olacaq. Danışıqlar gedir Omanda. Bir dəfə olub, danışıqlar ikincisi də olacaq. Çox güman ki, İran razılığa gələcək. Çünki həqiqətən də razılığa gəlməsə, o silahlar, o gəmilər boşuna gəlməyib. Əsasən də o gəmiləri filanları görürlər. Orada Diego Garcia adası var. O artıq ekvatorun arxası tərəfdədir. Yəni bəzən İran deyir ki, orada da çoxlu sayda strateji bombardımançı, o hətta nüvə silahını, nüvə bombalarını daşıya bilən B-52 təyyarələri var.
Orada aviabazada yerləşib. Bəzən İran deyir ki, mən oranı vuraram filan. Oranı vurmaq mümkün deyil. Həm uzaqdır, həm də o ekvatorun yer bu kürə şəklində olduğu üçün oranı görmək çətin məsələdir. O ekvatorun arxası tərəfi, o ovalın arxası tərəfdə qaldığı üçün oranı görmək və vurmaq çox çətin məsələdir. Dünyanı biz belə kürə şəklində təsəvvür etsək, nə də ki, İran özü də baxmayaraq ki, İranın müəyyən silahları var, raketləri, ballistik raketləri var. Onlar belə deyək də Amerikanı, İsraili vuracaq, dağıdacaq gücdə olan şeylərdir. Birincisi qeyri-dəqiq raketlərdir. Yəni hədəfdən yayınma metrələr var da, məsələn, hədəfdən nə qədər yayınır? Çox uzağa, hədəfi tuşladığın hədəfdən çox uzağa düşən raketlərdir. Skud raketlərinin belə deyək də tərsinə mühəndisliklə söküb onun işləmə mexanizminə baxıb özləri inkişaf etdirib silahlar istehsal ediblər. Sadəcə nəhəng raketlərdir, partlayıcısı böyük olduğu üçün istər-istəməz hədəfi vurmasa da düşdüyü yerdə böyük bir radiusda, əhatədə yeri dağıtdığı üçün zərər vericidir. Dağıntı, yəni dağıntısı olan raketlərdir, amma o İsrail və Amerikanın texnologiyası qarşısında aciz raketlərdir. Nə də ki, o raketlər bilmək istəyirsə, əslində lap dərindən bilmək istəyirsə, Yahudi və Xristiyan qanı tökmək üçün istehsal olunmayıb. Onlar müsəlman qanı tökmək üçün istehsal olunub. Elə həmişə də müsəlman qanı töküb onlar. Dronlardır, filanlardır, bunlar baxmayaraq ki, Ukraynada bu Rusiyanın aldığı İran dronları müəyyən işə yarayır. O da çox ciddi işə yaramır. Sadəcə kütləvi sayda buraxanda, istər-istəməz çox sayda olanda harayasa zədə vurur. Bu Ukrayna deyil, İsrail və Amerika. Birinci Amerikanın vurulmağından söhbət getmir. Amerika elə bir yerdədir ki, tam təhlükəsiz bir yerdədir. Oranı yəni Allahın qəzəbi ilə və yaxud təbii fəlakətlə ora dağıla bilər. Yəni hansısa bir ölkə Amerikanı silah gücünə dağıda bilməz. Bu mümkün deyil. Nə qədər bomba atsan, həm böyük coğrafiyadır, həm uzaq coğrafiyadır. Burada dənizdəki Amerika hədəflərinin vurulmasından, o böyük gəmilərdir və İsrailin vurulmasından söhbət gedirsə, bunlar nə İranın belə deyək də el dilində desə başı üçün deyil, ona nə cürəti çatmaz, nə o texnologiyası ona tam imkan vermir, nə də ki etməz. Yenə dedim, o raketlər İran ümumiyyətlə bu bir video çəkmişəm İrandakı İslam inqilabı ilə bağlı. O videoya baxsaz bilərsiniz ki, yəni söhbət nədən gedir? Yəni İran heç onları vurub dağıdası da deyil. Sadəcə İranda artıq belə deyək də müəyyən qədər yollar açılıb bu illər ərzində. İran müəyyən qədər qol-qanad açıb və içində də çox ciddi etnik qruplar var, dağılma ehtimalı var, əsasən də türklərin müstəqil olmaq ehtimalı var. Ona görə o əsasən təhdid kimi Türkiyəni görür. Bilmək istəyirsinizsə, İran üçün nə Amerika, nə İsrail təhdid deyil. Ərəb ölkələrində onlar ancaq elə neftlərini satıb özləri üçün kef eləsinlər. Orada nə ordu var, çoxlu sayda aldıqları silah-sursatlar da, yəni inventar kimi bir şeydir. Ərəblərin ordusu. Burada İranın əsas rəqibi Türkiyədir. Əgər İran üçün bir desəz ki, əsas sənin düşmənin kimdir, həqiqi düşmənin və yaxud hansını aradan qaldırmaq istəyərsən, məhv etmək istəyərsən, inanın ki, Türkiyəni deyər. Yəni məsələlərin əslində arxa planda məsələlər fərqlidir. İranda, yəni əgər İran indiki rejim Amerikanın, İsrailin istəklərinə razı olmazlarsa, amma olmazlarsa, orada Amerika çalışacaq və bunu məncə edəcək. Orada ya rejimi dəyişəcək, onun üçün də rejimi dəyişmək üçün də müəyyən yerlər partlamalıdır, nüvə obyektləri partlamalıdır. O B-52 strateji bombardmançı təyyarələr həm nüvə daşıyır,
daşıyan təyyarələrdə, həm də nüvə də olmasa böyük, ağır, tonajlı 50 metr yerin altındakı yerləri 50 metr yerin altına nüfuz edəcək qədər və çoxlu ağır çəkidə partlayıcı daşıyan, beton deşən, nə bilim, dağ yaran, çox ciddi bir bombalar daşıyır. Onlarla yerin altında, nə qədər yerin altında da olsa o obyektlər vurulacaq, dağıdılacaq və orada bir çaxnaşma yaradacaq. Orada rejimi dəyişəcək və yaxud daxildən yenidən bir inqilab olacaq. Yəni İranı istənilən halda Amerika və İsrail, əsasən də Amerika, istər dinc yolla, istər hərbi yolla, istər iqtisadi yolla, iqtisadi bu günə qədər ediblər, iqtisadi yolla, belə deyək də, öz istəyinə gətirəcək. İranın da müəyyən tələbləri var Amerikadan ki, yəni biz nüvə proqramını dayandırırıq, amma mülki olaraq biz bunu davam elətdiririk və yaxud siz də sanksiyaları götürün bizdən. Danışıqlar gedir. İstənilən halda Amerika və İsrailin dediyi olacaq. Əgər İran mövcud olmaq istəyirsə, qalmaq istəyirsə. Razılığa gələcəklər, amma İranın o dövlətlər, İsraili və Amerikanı vurmağını siz unudun. O vaxtı da aylar öncə və yaxud il öncə güya İran İsraili vurub dağıdırdı, nə bilim, nə edirdi. Onda da video çəkmişdim. İsraili nə dağıda bilməz, nə də ki, dağıtmaq deyiləsi bir şeydən söhbət getmir. Ay, bombalar, raketlər hazırlaşdı, İsrail belə. Buradakı İranın milli insanlar da görsən, İsrail nə edir, atır, nə bilim, dağıdır, belə, elə. Boş-boş oyunlardır. Raketi sən ata bilərsən istənilən ölkəyə. Raketin başına bomba bağlamırsan, sonra bir dəmir parçası da gedir, nə bilim. Yəni, nə oldu? İsraili dağıtdı, gəlib ölkəsinin ortasında Həmasın liderini məhv elədilər. Yəni, bu İsrail ilə İran hər zaman, belə deyək də, tərəfdaş olublar. Gizli müttəfiq olublar. İndi isə İran, İsrailin və Amerikanın dediyini eləmək istəmir. Belə deyək də, ağalarına qarşı çıxıblar. Ağalar da cəzalandırmaq istəyir onları. Ya otur yerində bizim dediklərimiz kimi hərəkət elə, ya da ki, səni məhv edərək. Yəni, bunun açıq izahı budur. Çox güman ki, də elə olacaq. Yəni, İranın o ölkə, Amerikanı və İsrailə nəsə edəcəyini düşünməyin. İran bu dəqiqə o haydadır ki, özünün canını qurtarsın. Çalışdım bu barədə video çəkim və sizə müəyyən izahlar verim. Növbəti videolarda görüşənədək salamat qalın.